Esselamu Aleyküm ve Rahmetullah. Değerli Müslümanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah Azze ve Celle sizin əhlivizə, malınıza bərəkət versin. Hər həftə olduğu kimi yenə də bu həftədə elhamdülillah Allahın izni ilə, rəhməti ilə 55 ailə üçün ərzaqlar alınıb, paketlənib və bura Qaraçuxura 22 paket gəlib və buradan ehtiyaclı, zəif, yaşlı, xəstə müsəlmanlara Fərhad bir zəhmət çək ərzaqlarımızı. Baxın, bu cür qurban ətlərimiz, yağlarımız və digər ərzaqlarımız, toyuqlarımız paketlənib. Buradan inşallah ehtiyaclı, zəif, yaşlı, xəstə müsəlmanlara veriləcək. Rəbbim sizdən qəbul etsin. Esselamu Aleyküm. Camal qardaşım, sözün varsa buyur. Məndə Allah bərəkət versin deyirəm. Allah sizdən razı olsun qardaşlar. Amin. Amin. Allah bizi xeyir üzərində daim eləsin. Amin ya Rabbi. Amin. Esselamu Aleyküm. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün avqust ayının 1-i 2026-cı il. Elhamdülillah ərzaqlarımız alınıb, paketlənib, ehtiyaclı ailələrə satacaq. Allah subhanahu ta'ala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullah. Bugün avqust ayının 2-si 2026-cı il. Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, maşına yüklənib. İnşallah Mehdabad, Xırdalan, Binəqədi, Masazır ərazisində olan ehtiyaclı ailələrə çatacaq. Allah subhanahu ta'ala bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar ve Mizan Yardım Qrupunun üzvləri, 2 avqust 2026-cı il Mizan Yardım Qrupu tərəfindən Sumqayıtda 5 ailəyə ərzaq yardımı olundu. Allah subhanahu wa ta'ala müsəlmanların malına bərəkət versin. Amin.